Quranda kafir kimlərə deyilir? Ərəb dilində K-F-R kökü örtmək və gizlətmək mənalarını ifadə edir. Buna görə kafir, yəni həqiqəti örtən, yəni haqqı bilib onu gizlədən və ya qəbul etməyən şəxs deməkdir. Adətən, bir çox təfsir və dini şərhlərdə kafir anlayışı sadəcə Allaha inanmayanlar mənasında başa düşülür. Lakin bu, Qurandakı küfür anlayışının mahiyyətini tam əks etdirmir. Quranı diqqətlə baxdıqda, küfrün daha dərin mənavi və əxlaqi ölçüləri ortaya çıxır. Biz, mələklərə, Adəmə səcdə edin dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O, imtina etdi, təkəbbür göstərdi və kafir oldu. Əl-Bəqərə 34. Benzer mesajlar Araf 11, Hicr 31, İsra 61, Kehf 50, Taha 116, Saat 74. Bu ayədə iblis də kafir adlandırılır. Onun küfrü Allahın varlığını inkar etməsiyle deyil, onun hökmünə tabe olmaması ilə bağlı idi. İblis Allahın varlığını və qüdrətini bilirdi, lakin onun ədalətə əsaslanan əmrinə qarşı çıxdı. Bu isə göstərir ki, küfür təkcə inançsızlıq deyil, həm də təkəbbür və itayətsizliklə ədaləti rədd etməkdir. Bu ayə insan üçün də mühüm prinsip müəyyən edir. Kim Allahın hökmünə, ədalətinə və Quranda müəyyən edilmiş qanunlara qarşı çıxarsa, o da iblis kimi kafir anlayışına daxil olur. Quranda iman və ədalət anlayışları bir-birindən ayrılmazdır. Allaha inanmaq təkcə onun mövcudluğunu qəbul etmək deyil, həm də onun qoyduğu nizamı, yəni haqqı, ədaləti və doğru davranışı həyata keçirməkdir. Allaha inanıb onun ədalət prinsiplərinə əməl etməmək, imanın yalnız formal səviyyədə qalması deməkdir. Bu baxımdan ədalətsizlik imanla ziddiyyət təşkil edir və əməli küfrün bir forması kimi dəyərləndirilə bilər. Beləliklə, kafirlik Quranda sırf metafizik inançsızlıq deyil, həm də əxlaqi və hüquqi məsuliyyət kateqoriyasıdır. Allahın varlığını qəbul etdiyi halda, onun ədalət və haqq prinsiplərini pozan insan da kafir adlandırıla bilər. Çünki küfrün mahiyyəti haqqı tanıyıb ona qarşı çıxmaqdır.